Salam, hörmətli tamaşaçılar, Aran Ağcabədi internet televiziyasının efirində xoş gördük sizləri. Sizdən soruşaq verilişinin növbəti buraxılışında əhəmiyyətli bir mövzudan danışacağıq. Belə ki, son zamanlar yas məclislərində dəbdəbəli ehsan süfrələrinin açılması, israfçılığa yol verilməsi haqlı olaraq bəzi insanların qınağına səbəb olurdu və sevindirici məqam isə budur ki, elə həmin insanlar tərəfindən də bu israfçılığın qarşısının alınması üçün son günlər müəyyən addımlar atılmaqdadır. Uzağa getməyək, Ağcabədi rayonunun Afşar kəndində, Salmanbəyli kəndində, həmçinin Yeni Qaradolaq kəndində ehsan süfrələrinin sadələşdirilməsi ilə bağlı müəyyən işlər görülür. Belə ki, məhz həmin kəndlərdə imkanlı şəxslər, maddi durumu yaxşı olan şəxslər tərəfindən bu addım atılır, bu təşəbbüs göstərilir və həmin kəndin ağsaqqalları bu təşəbbüsə dəstək verirlər. Bundan sonra isə kənd cəmaatı artıq sadələşdirilmiş ehsan süfrəsinin açılmasına daha çox tərəfdar olurlar. Demək ki, ağsaqqal sözü, yaşlı nəslin sözü belə məqamlarda üstündür, belə məqamlarda daha çox keçərlidir və elə bu baxımdan biz də Ağcabədi rayon Ağsaqqallar Şurasının sədri, tarix üzrə fəlsəfə doktoru Əlzadə Nəcəbovu studiyamıza dəvət etdik. Mövzumuz bu haqdadır, bu haqda danışacaq. Xoş gördük Əlzadə müəllim. Çox sağ olun, təşəkkür edirəm. Əlzadə müəllim, elə mövzuya geniş, yəni əhatəli keçməzdən öncə istəyərdim ki, ehsan anlayışı ilə bağlı danışaq. Mən bir həftə olar sosial şəbəkədə bir paylaşım elədim elə bu mövzu ilə bağlı. Düzdür, insanların əksəriyyəti məhz ehsan süfrələrinin sadələşdirilməsinin tərəfdarı idi, amma bəzən buna qarşı çıxanlar da olur. Məsələn, bir nəfər orada sosial şəbəkədə bir cavab olaraq yazmışdı ki, siz ehsanın fəlsəfəsini anlamırsınız. Ehsan bundan ötürüdür ki, yəni mərhuma halallıq verilməsi üçün gələn insanlar məhz o ehsandan yeyirlər. Onların, belə deyim, içlərindəki kin, küdurət çəkilir və onlar halallıq verirlər mərhuma. Bu, yəni hansı məntiqə sığır bilmirəm. Yəni mən kiminsə qəlbinə dəymişəm, yaxud kiminsə boynumda bir haqqı var. O mütləq məni gözləməlidir ki, mən dünyamı dəyişim, o gəlsin orada ehsan yesin, belə deyək, ağzının yağını silib sonra mənə halallıq versin. Yəni bu tək bu yox, bu kimi yanlış düşüncələr, yanaşmalar var ehsanla bağlı. Ona görə istəyərdim ki, ehsan anlayışı nədir? Necə oldu ki, zamanla ehsan sözü, yəni dəyişərək məhz dəbdəbəli süfrə halına gəldi, çatdı? Bu haqda fikirlərinizi bilmək istəyərdim. Çox sağ olun Məsəd xanım. Düz buyurursunuz ki, müasir dövrümüzdə ehsanın verilməsi, cəmiyyətdə təmtəraqlı verilməsi xüsusilə bir mənalı qarşılanmır. Amma qaldı ki, ehsanın fəlsəfəsinə bu İslamın təməl prinsiplərində var, eyni zamanda Yəhudilikdə var, eyni zamanda Xristiyanlıqda var. Ehsan vermək bu dinlərdə də olubdur və İslam dinində də ta qədimdən Azərbaycanda bunun böyük ənənələri var. Ehsan sözünün mənası ərəbcədir, Allah rizasına insanlara yaxşılıq etməkdir. Bir mənası budur. İkinci mənası insanlara təmənnasız, əvəz gözlənilmədən edilən yaxşılıqdır. Üçüncü, yaxşı əxlaqi davranışdır. Biz bunları saysaq, sosial yardımlaşmadır. İnsanların bir-birinə təmənnasız köməyidir. Çətinə düşənə kömək etmək, o ağırlı-acılı günlərdə onun yanında olmaq, onunla dərdini bölüşmək, onu bizim el dili ilə desək, xalq diplomatiyası ilə desək, yasdan çıxartmaq. Siz bilirsiniz ki, elə hallar olur ki, bəzən bir müddət ya 3-ünə qədər, ya 7-sinə qədər, əvvəllər lap 40-ına qədər evlərdə hüzur düşəndə ailələr televizorun açılmasına icazə vermirdilər, musiqinin səslənməsinə icazə vermirdilər. Özləri müəyyən müddət həmən dövrdə toy məclislərinə getmirdilər, şadlıq məclislərinə getmirdilər, qonaq getmirdilər. Bax, bu ehsan həm İslamın təməl prinsiplərində, həm ondan əvvəlki dinlərdə, həm də müasir dövrümüzdə böyük sosial yardımdır. Amma riyakarlıqdan kənar olanda, özünü
cəmaata, xalqa başqa cür üstün göstərməkdə. Çünki siz bilirsiniz ki, İslamda hər şey bərabərlik, ədalət, humanizm çox yüksək səviyyədədir. Quran-ı Kərimin elə bir ayəsi, surəsi yoxdur ki, orada insanla bağlı olmasın, insan həyatınla bağlı olmasın. Amma İslamın təməli prinsiplərindəki ehsanla, indiki prinsip, ehsanda qoyulan prinsiplər filanlar, bunların arasında ciddi fərq var. Məsələn, Quran-ı Kərimin Ərəf surəsində, Ali İmranda, İsrada, Əl-Nəhldə ehsan haqqında, onun cəmiyyətdə xeyirxahlığı haqqında, insanların bir-birinə əl tutması haqqında çox böyük fikirlər var. Nəinki Quran-ı Kərimin özündə, hətta Məhəmməd Peyğəmbərin özünün kəlamlarında ehsanla bağlı çox böyük işlər var. Məsələn, Məhəmməd Peyğəmbərin dövründə Süffan əhli, Talvar əhli deyilən bir qövm var idi. O Peyğəmbərin yaşadığı ərazidə çox yaxın bir məsafədə talvarlarda yaşayırdılar. Çox imkansız insanlar idi və qənimətdən gələn gəliri Məhəmməd Peyğəmbərin göstərişi ilə onlara da verirdilər, onlara da yaxşılıq edirdilər. Onları da ehsan təkcə yeməklə bitmir. Ehsan, yaxşı söz də ehsandır, su da ehsandır, yaxşı əxlaq da ehsandır, yaxşı hərəkət də ehsandır. İnsanlar tərəfindən qəbul olunan, təqdir olunan hər nə davranış formaları varsa, onlar hamısı ehsandır, yaxşılıqdır. İkinci bir tərəfdən təkcə ehsanı hüzr mərasimlərinə istiqamətləndirmək də doğru deyil. Çünki ehsanın fəlsəfəsi böyükdür. Bununla bağlı biz Milli Azərbaycan tarixində vəqf institutları olubdur. Bu vəqf institutları, məsələn, Şuşada Gövhər Ağa məscidinin ikisi də vəqfə verilibdir. O məscidin torpaqlarından, bağlarından gələn gəlirlər imkansız ailələrə həmişə verilibdir. Mirsiyab Ağa, indiki Şuşanın bazarı deyirlər. O Mirsiyab Ağanın karvansarasıdır, mülküdür. Onu veriblər vaxtı ilə xalqın istifadəsinə və yaxud da elə Şah İsmail Azərbaycana gələndə, yəni mən indiki Azərbaycan deyirəm, o bütöv Azərbaycanın rəhbəri idi o vaxtı, gələndə Bakıda bir neçə icmaya, icma üzvlərini onlar vergidən, həm dövlət, həm də İslam vergidən azad eləmişdi. Bax, bu da ehsandır. İndi Hacı Zeynalabdin Tağıyev 1901-ci ildə Qızlar Məktəbi açdı Bakıda. O da ehsandır. Ən böyük ehsanlar xalq tərəfindən heç vaxt yaddan çıxarılmır. Bugün, düz deyirsiniz, bir mənalı qarşılanmır. Məsələn, həddindən artıq israfçılıq. İsrafçılığı Allah Teala sevmir. Bu məsələlər bizim Quran-ı Kərimdə təqdir olunmur. Başqa dinlərdə də təqdir olunmur. Amma o yerdə təqdir olunur ki, o insanların ona ehtiyacı var. O insanlar o qayğını duyurlar. Hətta yetimin başını sığallamaq da ehsandır. Onu, bir xəstəni müalicə etmək də ehsandır. Bir qocanın yolun bu tərəfindən əlindən tutub o tərəfə keçirtmək də ehsandır. Yəni, ehsan sözü o qədər geniş mənalıdır ki, o bizim həyatımıza əsrlərdir daxil olub. İnsanlığın yaşıdı ilə yaşıddır ehsan məsələsi. Bəli, çox gözəl. Demək olar ki, sizin bu cavabınızda bir çox suallarımın cavabını tapdım və elə qeyd elədiniz ehsan sayıla biləcək digər məqamları. Amma sırf yas məclisindən danışırıqsa, alternativ belə deyək də ehsan verilməsinin də bəzən biz şahidi oluruq və mən düşünürəm ki, bunu mütləq şəkildə yox, çünki imkanı olan var, olmayan var, amma bir ənənə halına salmaq olar ki, ta ki, qeyd elədiyimiz kimi, dəbdəbəli süfrə açmaqdansa, bir tələbənin tutaq ki, təhsil haqqını ödəmək, asfalt çəkilməsi, kəndə tutaq ki, bulaq çəkilməsi, bunların özünü də, yəni, ehsan kimi qəbul etmək olar. İmkansız ailələrə tutaq ki, yaxşılıqdır, ehsanın mənası yaxşılıqdır. Bəli. Bəli, bunu da eləmək olar. Və kəndlərimizdən danışdıq. Buna da bəzən görürsünüz, yanaşmalar fərqli olur. Qeyd elədiyimiz kimi 3 kəndimizdə artıq, Azərbaycanda bir çox yerlərdə var, amma Ağcabədidə hal-hazırda, yəni 3 kəndimizdə artıq bu ənənənin əsası qoyulub ki, yəni sadələşdirilmiş ehsan süfrələri, sadələşdirilmiş baş daşları
Bu iqtisadi məcburiyyətdir, yoxsa bunu biz necə deyək, cəmiyyətin mənəvi yetkinliyinin bir nümunəsi kimi qeyd edə bilərik? Məsəd xanım, bu ehsanın verilməsi nə dini baxımdan, nə də elmi baxımdan vahid resepti yoxdur. Bu, müxtəlif bölgələrdə müxtəlif cürə təzahür edir. Respublikada şimalda bir cürə, cənubda bir cürə, məsələn, Naxçıvanda bir cürə, amma ümumi prinsiplər götürəndə eynidir. Bu, israfçılığa gedən ehsan cəmiyyət tərəfindən təqdir olunmur. Yəni, cəmiyyətin o qabaqcıl düşünən hissəsi ki var, ictimaiyyət adlandırırıq, ictimaiyyət bunu təqdir etmir. Amma bu ehsanın bir qədər əndazədən çıxması mütləq insanlarda alternativ fikir yaradır. Əvvəla siz bilirsiniz ki, müqəddəs İslam dininin kitabı Quran-ı Kərimdir. Elm və Quran-ı Kərimin özündən qaynaqlanan fikir bundan ibarətdir ki, Quran-ı Kərim insanlar üçündür, yaşayan adamlar üçündür, bu dünyanın adamları üçündür. O dünyanın adamları üçün onu biz oxuyuruq, o mənada ki, qəlbimiz bir sərinlik tapsın, bir rahatçılıq tapaq. Bu nöqteyi nəzərdən götürəndə, bu dünyada verilən ehsanlar, əgər bir şəxs istəyirsə ki, o dünya görüşü, əvvəla bilirsiniz ki, 1400 il bundan əvvəlki dünya görüşü ilə indiki dünya görüşü bir deyil. İndi informasiya, kommunikasiya texnologiyaları dövrüdür. İndi süni intellekt dövrüdür. Yəni, informasiyalar o qədərdir ki, insanlar dünyadan bütün informasiyaları ala bilirlər və o informasiyaların içərisində təhlil edirlər. Xalqımız da o xalq deyil. Keçən əsrin əvvəllərində Azərbaycanın əhalisinin 98%, 92% savadsız idi. Amma indi əhalimizin 99%, bəlkə də 100% savadlıdır. Və Azərbaycan dünya inteqrasiya eləyib. Bizim biliyimiz, elmiz, şərq mədəniyyəti dünya inteqrasiya eləyir. Dünyanın da yaxşı mədəniyyətindən əsasən nümunələr gəlir bizim ölkəmizə. Bu ehsanda aş vermək, bozbaş vermək, bunlar sonraki illərin məsələləridir. Bir məsələni sizə deyim ki, Azərbaycanda xalqımızın səmimiliyi, böyüklüyü o qədərdir ki, İslam dini bilirsiniz ki, özündən əvvəl Azərbaycan, Alban dövləti xristianlıq dövrüdür, ondan əvvəl atəşpərəstlik dövrüdür. Amma İslam dininin o həzilətləri o qədər çox insanlar tərəfindən yüksək qəbul olunmuşdu ki, insanlar ondan o qədər yaxşı bəhrələnmişdilər, o qədər gözəl. Yəni, din nədir? Dinin müasir dövrdə çoxsaylı tərifləri var. Amma hamısını qoyub yanaşı təhlil eləyəndə görürsən ki, məna birdir. Əxlaqa aparan yoldur. Yaxşı davranışa aparan yoldur. İslam əxlaqı var, İslam təlimi var, İslam böyük mədəniyyəti var. İndiki Avropa mədəniyyətinin beşiyi başında şərq mədəniyyəti durur, İslam mədəniyyəti durur. Üstünü, külünü üfürsən, altından şərq mədəniyyəti çıxacaq. Oradan Nizamidir, Nəsrəddin Tusidir, Füzulidir, Qətran Təbrizidir, Sahib Təbrizidir, Bəhməniyar İbn Mərzubandır. Ondan sonra gələn Azərbaycan mütəfəkkirləridir, Azərbaycan dahiləridir, yazıçılarıdır, elm adamlarıdır, incəsənət xadimləridir, dünya şöhrətli musiqiçiləridir, rəssamlarıdır, şairləridir, nasirləridir, yazıçılar. Bax, bu xırda məhəlli məsələlərdir. Məsələn, mən Ağcabəddə görmüşəm, yadıma gəlir. Bizim əzizlərimiz dünyasını dəyişəndə də, elə qonşularda da hüzür sahibinə onlar qəmli içində olurdular, kədərli olurdular. Onların özləri belə deyək də, başlarını itirmiş bir vəziyyətdə olurdular dırnaq arası. Onda qonşular, qohumlar ora aş pişirib gətirirdilər. O adamları məcbur yedirdirdilər. İzah edirdilər ki, bu ölüm haqdır. Bir gün dünya gələn bir gün öləcək. Ölənin arxasınca heç kim ölməyib. Siz də balalarınıza lazımsınız, ətraf qohum-əqrəbiyə lazımsınız. Çalışın ki, bu məsələdə siz də xəsarət tapmayasınız. Bax, bunları biz gözümüzlə görmüşük. Bizim rayonumuzda belə adətlər var, siz buyurursunuz. Son dövrlər qəbrüstü abidələrin formalaşdırılması, sinə daşının, baş daşının. Əvvəla sizə deyim ki, Nazirlər Kabineti, Azərbaycan Respublikasının Nazirlər Kabineti 2004-cü ildə bu haqda böyük bir
qərar qəbul edib. Qərara əsasən qəbirstanlığın salınmasıdır, ona nəzarətdir, kimin hansı təşkilatın balansında olmasıdır. Bunlar göstərilir. Qəbir yeri neçə kvadrat metr? Məsələn, bir qəbrə 5 kvadrat metr yerdir. Onun yanında yalnız həyat yoldaşı dəfn oluna bilər. Ona yer götürmək əlavə mümkündür. Amma indi bəzən görürsünüz ki, bəli, hasara salırlar, zəncirləyirlər, ya mərmər daşla əhatələyirlər, 5-6 qəbir yeri götürürlər, 30 kvadrat metr, 10 kvadrat metr. Məsələn, bunlar bizim tədricən xalqımız tərəfindən həyata keçiriləcək qarşıda duran məsələlərdir. İnkişaf da buna doğru gedir. Məsələn, siz adını çəkdiniz bizim Afşar kəndində, Salmanbəyli kəndində, Qaradolaq kəndində. Bu günlərdə yəqin ki, bizim kəndlərin çoxunda belə olacaqdır. O qara mərmər daşdan hesablamışıq biz, təxminən bir gün bununla məşğul olmuşuq. Belə müəyyən eləmişik ki, hazır ki, indi bu günlərə qədər olan qəbir daşları, ehsan süfrəsi, bunlara xərclənən vəsait təxminən 8-12 min arasında olur. Bu, bir ailə büdcəsi üçün çox ağır məsələdir. Onsuz da hüzür sahibi mütləq mənada müəyyən xərclərə düşür. Məsələn, bunun çayçısı var, mollası var, ehsana alınan o qidalar var. Bunlar hamısı bu meyid üçün qəbri qazan var. Bunlar hamısı xərcdir. Əlavə ki, o gələn 7 günəmi, 3 günəmi, 40 günəmi hazırlaşmaq, qonaqlıq vermək dırnaq arası, gələn adamların qulluğunda durmaq, bu ağır bir məsələdir. Əlavə bir yük altına girir. Görürlər, kredit götürənlər olur bununla düz bağlı. buyurursunuz. Hələ meyid ortada soğumamış, hüzür sahibi başlayır, bir adamı ət dalınca göndərir, sabaha hazırlıq, bir adamı çayçını dalınca göndərir. Dərdini belə çəkə bilmir də. Bəli, öz hayı qalır yadından çıxır. Başlayır sabah, bilirsiniz ki, Azərbaycan xalqı da qonaqpərvər xalqdır. O qapıya gələnləri yaxşı, İstəmirik narazı getsinlər. bəli, normal, yəni ölünün ruhu xatirinə ki, gələr, yeməkdən gedər. Siz bilirsiniz də, bir nəfər vaxtı ilə qonşu rayonların birində ehsan yeməmişdi deyin, getdi qəbirstanlığa. Hüzür yerində ona ehsan verməmişlər. Getdi qəbirstanlığa, bir neçə qəbirin hamısını balta ilə doğradı, tökdü yerə ki, mən orada mənə ehsan verməyiblər. Ona görə də bu ehsanın istiqamətini tədricən dəyişmək lazımdır. Tənha yaşayan qocalara xidmət, xəstələrə mümkündürsə. Biz Azərbaycanda o qədər xeyriyyəçilər var ki, indi, o qədər gözəl ehsan verən adamlar var ki, biz heç birimiz onları yaxşı tanımırıq. Çünki onlar bu prinsipə əməl eləyirlər ki, İslamda sağ əlin verdiyini sol əl bilməsin. Amma eləsi də var ki, gəlir bir adi məsələni böyüdür. Bu adını çəkdiyimiz kəndlərdə mərmərlər indi ağ daşdan ucuz və digər növ daşlardan qoyulur. Bu təqdirə layiqdir. Hüzür yerində yığılan vəsaiti bilirsiniz ki, adını çəkdiyimiz kəndin birində kəndin yoluna sərf elədi. Yaxşı olar ki, yığılan o iyanələri bilirsiniz ki, bizim elə şəhid ailələrimiz var ki, düzdür, dövlətimiz yüksək səviyyədə onların təminatını keçirdir. Amma onlara qonaq getmək olar, bayram qabağı və yaxud da valideynsiz tələbələrin, valideyni olmayan şagirdlərin, valideyni zəif olan şagirdlərin, insanların təhsillərini yönəltmək olar. Faydası daha çoxdur, nəinki o iki. İctimaiyyətin təqdir elədiyi, qəbul elədiyi, insanların, yaşlı nəslin, müasir dünyanın qəbul elədiyi məsələlərdən bu ehsanat süfrələri istiqamətində yaxşı tədbirlər görmək olar. Xalqımızın bu sahədə böyük ənənələri var. Dövlət səviyyəsində bilirsiniz ki, bizdə həddi keçmək yoxdur. Bir qədər ifratçılıq var ki, ehsan süfrələrinin açılmasında siz bilirsiniz. Bu da müəyyən məsələlərlə bağlıdır. Amma hüzür mərasimlərinin, dəfn mərasimlərinin, əslində yeri gəlmişkən onu da deyim ki, İslamda dəfn mərasimi var. Hüzür mərasimi, yas mərasimi anlayışı yoxdur. O adətdən gəlib. Çünki Azərbaycan adətləri İslam dini ilə elə qarışıb qaynayıbdır ki, bəzən onları bir-birindən ayırmaq, seçmək mümkün olmur. Amma bizim
dövlət rəmzlərimizdə bizim bayrağımıza baxın. Görün orada İslami rəmz necə öz əksini tapıbdır, müasirlik necə öz əksini tapıb və s. Bax, bu nöqteyi nəzərdən ümumi qanunvericilikdən dövlət din sənədlərini tənzimləyən bizim konstitusiya maddəmiz var, dini etiqad azadlığı haqqında qanunumuz var, digər ədəbiyyatımız var. Normativ ədəbiyyatlardan kənara çıxmalar yoxdur. Əziz müəllim, bayaqdan sadələşdirilmiş ehsan süfrəsi deyirik. Bəzən insanlar eşidirlər, amma tam olaraq bilmirlər. Məsəl üçün, bəzi şeylər yığışdırırlar, tutaq ki, sadəcə xurma qoyurlar, amma yenə də isti xörəklər bişirilir. Adı olur ki, sadələşdirilmiş süfrə. Ümumiyyətlə, bax, sadələşdirilmiş ehsan süfrəsi deyərkən, konkret olaraq necə bir süfrə nəzərdə tutulur? Məsəd xanım, mən bayaq sözümün əvvəlində vurğuladım. Bu haqda nə dünyanın özündə, nə də onun bir hissəsi olan Azərbaycanda vahid resept yoxdur ki, süfrədə, ehsan süfrəsində bu olmalıdır. Amma xalqımızın minillik ənənələrindən belədir ki, çaydır, sudur, limondur, o olmaya da bilər. Xurmadır və müstəsna hallarda yuxanın içərisində halva da qoyulur. Əvvəla indi 21-ci əsrin birinci röbüdür. Bu, orta əsrlər deyil ki, kimsə hüzur yerinə 60-70 kilometrdən atla gəlsin, dəvə ilə gəlsin, araba ilə gəlsin. İndi hara gedirsənsə, yaxın qonşu rayonlara nə məsələn olsa, Azərbaycanda bir günün ərzində maşınla gedib qayıtmaq ən uzağı mümkündür. Qalmış ki, bizim rayonumuzda bu ehsan süfrəsinin sadələşdirilməsinə ətrafdan maneçiliklər var. Məsələn, qonşu rayonların biri Gimbol ehsan süfrələr açır və orada bizim dindarları dəvət edirlər. Bizim dindarlar da təbiidir ki, gəlirlər, onu burada, bizi də bu dindarlar hüzur sahibindən asılıdır deyil, maddi cəhətdən. Onların sözündən çıxa bilmirlər. Amma indi həm Qafqaz Müsəlmanları İdarəsi tərəfindən, həm Dövlət Komitəsi tərəfindən məscidlərə, dini ayinlərin icra olunduğu yerə, ziyarətgahlara təyin olunan dindarlar əsasən ali təhsilli dindarlardır. Əsasən təcrübəsi olan insanlardır. Və onlar ümum konsepsiyaya riayət edirlər və bu da təqdirə layiq olan bir işdir. Çox gözəl vurğuladınız, amma bizdə bilirsiniz də qadın məclisi ayrıdır, kişi məclisi, yəni bu tarixən belə olubdur. Kişi məclislərində məmək istədiyiniz o savadlı məclisi aparan şəxslər, din xadimləri deyək, onlar müəyyən o dediyiniz məsələlər var ki, onlara toxunurlar, maarifləndirirlər və sadə şəkildə təşkil olunur. Amma həmin elə mərhumun yerində xanımların olduğu, qadınların olduğu hissəyə keçəndə biz görürük ki, əvvəlkindən hətta bəlkə qat-qat dəbdəbəli bir süfrə təşkil olunubdur. Buna necə nəzarət eləmək olar? Bunun qarşısını necə almaq olar ki, bu bərabərlik təmin olunsun? Düz buyurursunuz, bu çox ciddi bir məsələdir. Əvvəla Azərbaycanda ali, orta ixtisas təhsilli dini kadrların sayı çox azdır. Bilirsiniz ki, vaxtilə Bakı İslam Universiteti və onun 4 filialı fəaliyyət göstərirdi Azərbaycanda. Onlar kifayət qədər kadr hazırladılar. Sonra 2018-ci ildə Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yaradıldı. Və 2 il bundan əvvəl onun nəzdində Nazirlər Kabinetinin qərarı ilə İslam Kolleci yaradıldı. Amma 2010-cu ildə təxminən 14-cü, 15-ci illərdə Azərbaycanda 10 kollec vardı. Məsələn, bunların biri Bakı şəhərində fəaliyyət göstərdi, Şəbnəm Qızlar Kolleci. Amma indi hazırki Azərbaycan İlahiyyat İnstitutunda və İlahiyyat Kollecində oğlanlar da, qızlar da artıq qəbul olunurlar, təhsil alırlar. Eyni zamanda burada verilən təhsil, onların tədris planları, proqramları məzhəblər üstü istiqamətindədir. Yəni, orada heç bir dini ayrı seçkilik yoxdur. İslamın təməl prinsipləri öyrədilir, dünya dinləri öyrədilir, dinlərin tarixi öyrədilir, nəzəriyyəsi öyrədilir, şərqşünaslıq elmləri öyrədilir, şərq mədəniyyəti öyrədilir. Və bax, bunun içərisində bizim məsələn İlahiyyat İnstitutunun təxminən hər il 20-25 nəfər, bəzən 50 nəfər buraxılışı olur ki, onların içərisində xanımlar da olur. 2015-ci ildən indiyənə kimi təxminən
bir 50-60 nəfər, bəlkə də çox, mən son dəqiq rəqəmi deyə bilmirəm, qadın mollalar, dini ayinlərin icraçısı və yaxud da qadın mollalar rəsmi dövlət komitəsinin keçirdiyi attestasiya ilə, imtahanla keçmiş və onlar gəlib məscidlərdə dini ayinləri icra edirlər və yaxud da ziyarətgahlarda. Bu son 10 ildə, gələcək üzümüzə gələn 10 ildə artıq İlahiyyat İnstitutunun məzunları məscidlərə təyinat alırlar və onların səsi nəinki Azərbaycanda, qonşu dövlətlərdə, dünyanın hər yerində. O institutun bir çox dünyanın İlahiyyat İnstitutları ilə müqaviləsi var. Orada təhsil alıb, magistratura təhsil alanlar da var. Bu kadr hər şeyi həll etməsə də, işin yarısı bunlarla bağlıdır. Çünki vaxtilə Həsən bəy Zərdabi 2-ci qəzetini çıxardanda Seyid Əzim Şirvani ona yazmışdı ki, Həsən bəy, bizə deyirsiniz elm öyrənin, elm öyrənin, elm öyrənin. Elm hardan öyrənək, kimdən öyrənək, nədən öyrənək? Yəni, milli dərslik yoxdur, milli kadr müəllim yoxdur, milli məktəb yoxdur. İndi bu İslamın indiki vəziyyəti, İslamın tədrisinin, təliminin indiki vəziyyəti. Məscidlər var, mədrəsələr var, fəaliyyət göstərir, İlahiyyat İnstitutu var. Bütövlükdə dövlət səviyyəsində kadr potensialının dini sfera üçün hazırlanması indiki vəziyyətdə çox yüksək səviyyədədir. Və hesab edirik ki, yaxın 10 ildə bizim bütün bu inanç yerlərimiz, məscidlərimiz, hamısı belə savadlı, müasir kadrlarla təmin olunacaqdır. Biz də inanaq. Təbii ki, artıq bu, belə deyim də, ənənənin əsası qoyulub, qeyd elədiyimiz kimi, əvvəldə danışdığımız kimi, yavaş-yavaş genişlənməyə başlayır. Amma yenə də, məsəl üçün, bir məclis olur, tutaq ki, mən deyirəm ki, gəlin cəmaatımız necə edirsə, o cür gedək. Sadə bir ehsan süfrəsi açaq, amma tutaq ki, oradan bir bacı, bir qardaş çıxır, deyir, yox, nə deyərlər, cəmaat nə deyər? Biz bu nə deyərlərdən necə eləyək qurtaraq? Bu psixoloji bariyeri necə aşaq? Çox düz buyurursunuz. Qonşudan qalma, dala bir prinsip var. Mən bunu etməsəm deyəcəklər ki, bunun oğlu niyə belə elədi? Mərhum özü vəsiyyət eləsə belə, rəayət eləmir. Bəli, hətta bizim ziyalılar dünyasını dəyişməmizdən əvvəl vəsiyyət edirlər ki, mənim yerimdə belə aşırı işlər eləməyin, belə İsrafçılıq eləməyin. İsrafçılığı Allah Taala bəyənmir. İsrafçılığı o təqdir eləmir. Quran-ı Kərimdə bu təqdir olunmur. Amma nə deyərlərə baxsaq, bilirsiniz ki, həmişə yaxşı fikir, yaxşı olan hərəkət özünə həm də maneçilər qazandırır. Bu məsələ olacaq. Bundan qaçmaq olmaz. Amma üstünə getmək lazımdır necə? Dillə, biliklə, savadla, həm dini biliklə, həm dünyəvi biliklə izah eləmək lazımdır. Dini maarifləndirmək iş aparmaq lazımdır. Demək lazımdır ki, sənin bura xərclədiyin bu 10 mini, 12 mini heç kimə yaxşılıq eləmə. Amma bunu öz əhl-əyalına, öz nəslindəki imkansız bir adama etsən, gör nə qədər bunun Allah Taala yanında savabı var. Çünki ehsan savabdır, söz də savabdır. Elə söz var ki, adamlar dalaşdığı yerdə onları qandan qurtarır. Yəni, Azərbaycanda ağsaqqallar, Azərbaycanda dindarlar, Azərbaycanda elm adamları, Azərbaycan xalqının dəyərli digər ziyalıları bu məsələdə öndə getməlidir. Bizim üstümüzə düşən borc budur. Biz izah eləyək, insanları başa salaq, insanlar onu həqiqi mənada başa düşsünlər və dərk eləsinlər ki, bu verilən aşın, bozbaşın, o mərhuma heç bir xeyri yoxdur. Əksinə, onun yerdə qalan ailə üzvlərini borca salır. Siz bilirsiniz də, borc yiyəsi ehsan indi o gözləsə, çox gözləsə 40 gün gözləyəcək. 41-ci gün gələcək ki, mənim pulumu verir. Hətta bəzi müstəsna hallar var ki, bu məsələ gedib məhkəmələrə çıxır, bu məsələ gedir dava qırğına çıxır. Ona görə də çalışmaq lazımdır ki, belə məsələlərdə ictimaiyyətin qabaqcıl düşünən dəstəsini, ziyalıları, dindarlar özləri irəli dursunlar və səmimi izah eləsinlər. Dünyanın ən böyük dövlətləri təbliğatla qurulub. Dünyanın ən böyük sərkərdələri təbliğatla qalib gəlib. Məsələn, bu Almaniyanın bir kansleri olubdur, Otto Bismarck. Dəmirqan siyasətinin müəllifidir. O deyir ki,
təəssüf ki, mən Məhəmməd Peyğəmbərin dövründə yaşamamışam. Əgər onun dövründə yaşasaydım, mən çox şey əldə eləyərdim. Əgər Otto Bismarck bunu deyirsə, biz niyə Məhəmməd Peyğəmbərin fikirlərindən yararlanmayaq, israfçılığa yol verək, ondan sonra da o bizim ailə büdcəmizi dağıtsın. Onsuz da biz belə deyək ki, mənəvi zədə aldıq. Əzizimiz dünyasını dəyişdi. İkinci bir maddi ziyanda almaq, onu qəbul etmək, bunlar bilərəkdən, bilmərəkdən olsa qəbul olunandır. Amma eləsi var ki, bilərəkdən eləyir. Özünü cəmaata göstərir. Ondan mən bu imkana malikəm, o imkana malikəm. İmkanım var, qocalar evinə köçürdü o pulu. İmkanım var, xəstələrin birini götürüb müalicə elətdir. İmkanım var, bizim digər sosial vəziyyəti, indi cəmiyyətdə də, bütün cəmiyyətlərdə var bu. Azərbaycan da dünyanın əvvəldə dedim ki, bir hissəsidir və təbii ki, belələr bizdə də tapılacaq. Qardaşına əl uzat, qohunçuna əl uzat. Elə et ki, sənin o etmək istədiyin Allah rizasında qəbul olunsun. Yəni, bu ehsan Allah rizasıdır. Birinci ehsan Allah rizasıdır. Ondan sonra o sadaladığımız bayaqki məsələlərdir. Ona görə də bu məsələdə çəkinməyin adı yoxdur. Ona görə ki, biz İslamın əsaslarını izah eləyirik. Ona görə ki, biz dünya təcrübəsini izah eləyirik. Ona görə ki, nəsil və nəsil əcdadlarımızdan bizə keçən yaxşı fikirləri, əxlaqı, davranışı, biz etik normaları təbliğ eləyirik. Buna görə də çəkinmək lazım deyil. Təbii ki, əks edən qüvvələr olacaq, az da olsa, amma onları da zaman özü yol həllinə qoyacaqdır. Əzəmim, yekunda bir mövzuya da toxunmaq istəyirəm. Deməli, mərhumun ilinə qədər müəyyən adətlər var. Yəni, qara bayram deyilir, Ağcabədidə rəqaib o pişirilir, hazırlanır. Yəni, səhərsi günü yenə də bir insanlar gəlirlər, məclis təşkil olunur. Bunlara münasibətiniz necədir? Əslində, o pişirmək bizim rayonda, heç kəndlərdə o dərəcədə deyil, o səviyyədə deyil. Amma rayonun özündə fəaliyyət göstərir. Var, bu var. Bu, İslamın təməl prinsiplərində yoxdur. Yaxşılıq etmək istəyirsən, yolları çoxdur, vasitələri çoxdur. Amma indi bunu pişirirlər, tədbir kimi adamlar qapı-qapı gəzirlər. Düzdür, ölünü yad etmək imandandır. Amma gedib Ağdaşı, Qaradaşı nə qədər danışsan o sənə cavab verməyəcək. Hətta bizdə hər 4-cü gün səhər-səhər böyük əksəriyyət qəbr üstə çıxır. Eləsi var ki, saat 8-də dərsi başlayır, 7-də durur, yağış yağa-yağa, nə bilim, soyuq havada gedir qəbristanlığa, bir də gəlir. Ola bilməz, günün hansısa bir vaxtında, boş vaxtında getsin, ziyarət eləsin. Bax, o da o siz dediyiniz ki, nə deyərlər? Səhər bu qəbrin gedəndə görsünlər ki, o da orada. Bəli, durubdur qəbrin başının üstündə, mollanı çağırıb orada Quran oxutdurur. Amma bunun gələndə də sözdür də ağızdan çıxır ki, heç filan kəsin evladları onun qəbrinin üstünə gəlmir, görmürəm filan. Bunlar ümumiyyətlə biz İslam dininin qanun qaydalarıyla danışırıqsa, bunlar olmaya da bilər. Yəni, onların olmaması bizim ölümüzə, hörmətə heç bir dəxli yoxdur. Çünki ölümüz biz nə qədər sağıq bizim üçün onların ruhu, onların gördüyü əməllər. Çünki biz canıq da onlardan ayrılmışıq. Biz heç cürə onları unuda bilmərik. Amma günün istənilən vaxtı da, yaxşı vaxtı. Bu yağışın altında piyada gedirsən, islanırsan, oradan çıxırsan, o vəziyyətdə gəlirsən iş yerinə. Bunlar hamısı sonradan adət şəklini almış məsələlər. Bunun yəni hər hansı bir faydası yoxdur. Çox doğru buyurdunuz ki, bəli. Şəxsən mən də hər birimiz bilirik ki, o soyuq məzardır, o bizi dinləmir, o bizi eşitmir. Amma bəzən insanın bir mənəvi, necə deyim, tələbatı, ehtiyacı olur dərdləşmək üçün. Yəni mənim üçün şəxsən, bəli, getmək, o məzarı təmiz saxlamaq, keçən günləri orada bir xatırlayırsan, özün öz aləmində, valideyninin qarşısında. Və bunun üçün konkret gün ya konkret bir saat olmamalıdır. Buyurduğunuz kimi, bəli, hansı zaman mən zaman tapıram, vaxt tapıram, bunu icra edirəm. Bəli, 5 adamla da gedə bilərəm, tək-tək gedə bilərəm. Yəni, o mənim daxili qəlb çırpıntılarımdır. Bəlkə elə bir sözüm var, gedirəm, indi insanıq da, biz öyrəşmişik bu yaxşı şeyləri, məlumatlar verməyə. Mən hətta görmüşəm ki, bir nəfər deyir ki, məzara deyir ki,
ana, oğlum ali məktəbə girdi, sən çox gözləyirdin bu məsələni. Qızım köçdü, sən onun nəvəni görmədin, amma qızımın nəvəsi olub. Biz bunları eşitmişik. Amma bütün bunlarla yanaşı, o həmən günlərdə, o qəbristanlıqlarda olan mollalar da bunu təbliğ eləməlidir. Deməlidir ki, mən gəlmişəm, siz deyirsiniz, mən Quran oxuyuram, sağ olsun. Hansı molla, əgər ona pul verməsən, haqq verməsən, 3 gündən artıq o hüzur yerində oturar. Sağ deyəcəkdir ki, ölü sahibinə deyəcəkdir ki, bəs mənim balalarımı kim saxlasın? Hətta deyir, mən gedirəm qəbr üstəki 5 manat pul qazanam, gələn balalarımı saxlayam. Sən də əlində ali təhsil diplomu var. Ged attestasiyadan keç, bizim rayonumuzda, qonşu rayonlarda nə qədər boş məscidlərimiz var. Get, keç, gəl otur işdə. Bəli. Çox sağ olun Əlizadə müəllim, gəldiyiniz üçün, dəyərli fikirlərinizi bölüşdüyünüz üçün inanıram ki, tamaşaçılarımız da bu söhbətlərdən özləri üçün bir nəticə çıxaracaqlar. Bu ənənəni, yeni qoyulmuş belə deyək, ənənəni daha da genişləndirəcəklər. Məsəd xanım, çox sağ olun. Mən sizə təşəkkür edirəm. Sizin studiyanın əməkdaşlarına təşəkkür edirəm. Və çox yaxşı bir, çox xeyirxah bir işlə məşğul olursunuz. Bu bizim hamımıza lazımdır. Yeni yetişən nəsil buna ehtiyacı var. Çünki hamı İslam tarixini oxumur ha. Hamı başqa dinlərin tarixini oxumur ha. Ona görə də bu məsələ çox ciddi bir məsələdir. Mən sizə bu işdə uğurlar arzulayıram. Çox sağ olun, təşəkkür edirəm. Çox sağ olun. Bəli, əziz tamaşaçılar, bugünkü söhbətimizdən də aydın oldu ki, ehsan göstəriş deyil, paylaşmaqdır. Sadəlik isə həm ailə büdcəmizi, həm də mənəviyyatımızı qoruyur. Gəlin bu məsələdə nümunəvi addımlar ataq, cəmiyyətimizə fayda verək. Bu günlük isə bu qədər. Sağ olun, sağlıqla qalın.